Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Quran tələbələri. Biz sizinlə keçən dərsimizdə fəthə, yəni ə səsi verən hərəkə haqqında keçdik. İndi isə kəsra haqqında keçirik. Kəsra i səsini verir. İ, bi, ti, si, ci, hi, xi, di, zi, ri, zi, si, şi, suyi, duyi, tuyi, zuyi, i, gı, fi, gıy, ki, li, mi, ni, hi, vi, yi. Bugünkü dərsimiz bu qədər. Biz buraya qədər hərəkələrdən fəthə və kəsranı öyrəndik. İnşallah gələn dərsimizdə dammə, yəni U hərəkəsini öyrənəcəyik. Sağ olun, gələn dərslərə qədər.